Azərbaycan Prezidenti İlham Əliyev Sevil Əliyevanı təltif edib. Dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva şərəf ordeni ilə təltif edilib. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin qızı bəstəkar Sevil Əliyevanın sabah 70 illik yubileyidir. O, eyni zamanda SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının fəxri prezidenti, Space televiziyasının qurucusudur. Xalq artisti Mübariz Tağıyev Xəzər axşamı verilişində qonaq olub. Proqramda sənətçi, aparıcı Mətanət Əliverdiyevanın son illərdə efirdə az-az görünürsünüz. Bunun səbəbi nədir sualına belə cavab verib. Efirdə az-az görünməyimin xüsusi bir səbəbi yoxdur. Şükür, hər şey qaydasındadır. Sadəcə olaraq səhhətimdə biraz problemlər var.